Salam, bugünkü mövzumuz morfologiyadır. Morfologiya nədir? Morfo Yunan sözü olub. Forma, logos, elm deməkdir. Morfologiyada biz nəyi öyrənəcəyik? Sözlərin nitq hissələrinə görə qruplaşmasına, quruluşuna görə növlərinə və s. öyrənəcəyik. Yəni, nitq hissələri nədir? Sözlərin ümumi qrammatik mənasına görə qruplaşmasına nitq hissələri deyilir. Dilimizdə nitq hissələri iki yerə bölünür. Əsas, köməkçi. Əsas və köməkçi nəyə görür? Ümumiyyətlə, gəlin baxaq, əsas nitq hissələri hansılardır? İsim, sifət, say, əvəzli, fiil, zərf. Köməkçi hissələri qoşma, bağlayıcı, ədat, modal sözlər və nida. Yaxşı, bunlar niyə əsas və köməkçi olmaqla iki qrupa ayrılır? Əsas nitq hissələri həm leksik mənası var, həm qrammatik mənası var. Köməkçi hissələrinin isə yalnız qrammatik mənası var. Əsas nitq hissələri suala cavab verir, köməkçi hissələri suala cavab vermir. Əsas nitq hissələri leksik şəkilçi qəbul edərək söz yaradıcılığında iştirak edir. Köməkçi hissələri leksik şəkilçi qəbul etmir və buna görə də söz yaradıcılığında iştirak etmir. Əsas nitq hissələri qrammatik şəkilçi qəbul edərək formaca dəyişir, köməkçi hissələri dəyişmir. Əsas nitq hissələri müstəqil cümlə üzvü olur, köməkçi hissələri isə müstəqil cümlə olmur. Qoşulduğu sözlə birlikdə cümlə üzvü olur. Məsələn, dediyimizi aydınlaşdırmaq üçün bir söz, kitab yazaq bura və də yazaq, məsələn, və bağlayıcı. Kitaba sual versək, kitab nə? Kitab. Demək, suala cavab verir. Kitab çox maraqlıdır, cümlə üzvü oldu. Ancaq vəyə baxsaq, vəyə heç bir sual verə bilmirik. Yalnız qrammatik mənası var, bağlayıcıdır. Vəyə şəkilçi, leksik və qrammatik şəkilçi artıra bilmirik. Məsələn, kitabı artıra bilir, kitablar, kitabdakı, məsələn. Ancaq bu xüsusiyyətlərinə görə sözlər əsas və köməkçi hissəsini olmaqla bölüşdürür, ümumi qrammatik mənasına görə. İndi isə morfologiyada ilk hissəsi olan isimlə danışacağıq. Ümumi qrammatik mənasına görə əşyanın adını bildirən nitq hissəsinə isim deyilir. Əşya deyəndə qrammatikada bütün varlıqlar əşya sayılır. Canlı, cansız fərqi yoxdur. Yəni, istəyir qarışqa olsun, istəyir əlindəki marker olsun, canlı və cansız fərq eləmədən bunlar əşya sayılır. İndi isimin hansı xüsusiyyətləri var? Konkret və mücərrət olmaq. Konkret və mücərrət. Konkret isim nədir? Mücərrət isim nədir? Konkret isim gözlə görünən, əllə təması mümkün olan və bir forması, bir həcmi olan isimə deyilir konkret isim. Məsələn, qələm, kitab və s. Mücərrət isim nədir? Mücərrət isim dediyimiz kimi gözlə görünməyən, əllə təması mümkün olmayan isimlərə mücərrət isimlər deyilir. Məsələn, arzu, xəyal, yuxu. Ancaq burada bir şeydə diqqət etmək lazımdır ki, gözlə görünməyi təması mümkün olmayan, məsələn, ola bilər ki, burada hava da, külək də konkret isimdir. Dediyimiz kimi, gözlə görünməsi, təması mümkün olan isimlər olur nə? Konkret isimlər, qələm, kitab, hava və küləyə görünməsəydə təması mümkün olduğu üçün bunlar da konkret isim sayılır. Mücərrət isimlər isə gözlə görünmür, həcmi forması təsəvvür olunur, məsələn, arzu, xəyal, yuxu və s. İndi isə isimin özünə aid digər bir xüsusiyyəti, xarakteri xüsusiyyəti, ümumi xüsusi. Ümumi və xüsusi isim olmaqla isimin xüsusiyyətlərindən biridir. Yaxşı, ümumi nədir? Varlıqları çox olan isimlərə ümumi isimlər deyilir. Məsələn, tutaq ki, bax, çaylar çoxdur. Çay, dəniz, çoxdur, göl. Nə çox çay var, nə çox dəniz var. Məsələn,
ümumidir. Amma biri var, məsələn, söhbət Araz çayından gedirsə, nə bilim, Xəzər dənizindən, Göygöl. Artıq bu isimlər gördük ki, konkretləşdi. Bir növ, məsələn, Araz, bir dənə Araz çayı var. Xəzər dənizi bir dənədir, Göygöl bir dənədir. Eyni zamanda məsələn, insan adlarıdır. Əli, Malik. İnsan adlarıdır. Bunlar xüsusi isimlərdir. Bəzi hallarda olur ki, ümumi isimlər xüsusi isimlərə çevrilə bilir. Məsələn, tutaq ki, Ceyran, Arzu, ki, ümumi isimlər xüsusi isimlərə çevrilə bilir. Məsələn, tutaq ki, Ceyran, Arzu, Xəyal. Ümumi isimlərdir. Ceyran bildiyimiz heyvan, Arzu insanın arzusu, Xəyal. Bunlara insan adına qoyduqda, insanlara bu adı qoyduqda artıq olur nə? Xüsusi isimlər. Ceyran, Arzu və s. Xəyal və s. Bəzən əksinə də olur. Görürsən ki, görünür ki, xüsusi isimlər ümumi isimlərə çevrilir. Məsələn, tutaq ki, Retgen, sonra xüsusi isimlərdən başqa şampan. Bunlar da artıq xüsusi isimlərdən ümumi isimlərə keçir. Deməli, dediklərimiz bir də nəzər salsaq, varlığı çox olan isimlərə ümumi isimlər deyil. Məsələn, çay, dəniz, göl, nə qədər çaylar var, nə qədər dəniz var, nə qədər göl var, bunlar ümumidir, şəhərzad. Xüsusi isimlər nədir? Varlığı tək olan isimlərə deyil. Məsələn, insan adlarıdır, şəhər adlarıdır, dəniz adlarıdır, çay adlarıdır. Məsələn, Araz, Xəzər dənizi, Göygöl, Əli, Malik və s. Bir olur ki, ümumi isimlər xüsusi isimlərə çevrilir. Məsələn, Ceyran, Arzu, Xəyal. Bunlar bizim gördüyümüz, məsələn, Ceyran, adi Ceyran insan adına qoyduqda xüsusi isim olur. Arzudur, Xəyal həmçinin olur, onda xüsusi isim. Amma əksinə də olur. Bəzən görürsünüz ki, xüsusi isimlər ümumi isimlərə çevrilir. Məsələn, Retgen xüsusi isim olub, sonradan şampan xüsusi isim olub, sonradan ümumi isimlərə çevrilir. İndi isə keçək tək və cəm isimlərə. Tək və cəm isimlərə. Bu çox sadədir. Cəm isimlər qəbul etdiyi şəkilçi lar şəkilçisidir. Hansı sözdə ki, hansı isimdə ki, lar şəkilçisi varsa, artıq cəm isim sayılır. Sadəcə, məsələn, kitab, lar şəkilçisini artırıq, kitablar. Deməli, nədir? Cəmləndir. Bunun xüsusi bir düsturu yoxdur. Məsələn, kitab təkdədir, lar şəkilçisini artırıq, cəmləndi. Buna da deyilir cəm şəkilçisi və cəm şəkilçisi qəbul edən isimlər də olur cəmdə. Ancaq dilimizdə elə isimlər var ki, onlar cəm şəkilçisi qəbul etmədən də topluluq bildirir. Elə onlara da deyilir toplu isimlər. Toplu isimlər. Bu isimlər nədir? Toplu isimlərdə cəm şəkilçisi qəbul etmədən topluluq bildirən isimlərə toplu isimlər deyilir. Məsələn, tutaq ki, ilxı, sürü, əhali, kütlə, sinif. İndi burada ikisinə diqqət edək. Hansılardır? Kütlə, məsələn, sinif. Burada görürük ki, cəm şəkilçisi yoxdur. Dedik ki, cəm isimlərdə hansı şəkilçisi olmalıdır? Cəm şəkilçisi, lar şəkilçisi. Burada görürük ki, cəm şəkilçisi yoxdur. İlxıdır, sürüdür, əhali. Ancaq cəm şəkilçisi olmadan da bir topluluq bildirir. Bunlara deyilir toplu isimlər. Yaxşı, indi məsələn, ilxı at sürüsüdür, sürü qoyun sürüsü, əhali insanların cəm olduğu, kütlə insanların cəm olduğu. Sinif də biologiyada var. Məsələn,
səhlər sinifi tutaq ki. Bu saat. Amma diqqətli olmaq lazımdır ki, kütlədir, sinifdir, bu tipli sözlər həmişə toplu isim olmur. Məsələn, kütlə, desək ki, kütlə ayağa qalxdı. Burada kütlə insan anlayışını bildirir və insanlardan söhbət gedir. Yəni, cəmlik var bunun məzmununda. Kütlə ayağa qalxdı. Bir də var, məsələn, fizikada cismin kütləsi. Buradakı kütlə isə artıq cəmlik mənasında deyil. Sadəcə topluluq bildirmir bu. Cismin kütləsi. Bir isimdə ancaq cəmlik mənasını ifadə eləmir. Və yaxud da ki, sinif. Məsələn, çiçəklər sinifi çiçəklər sinifində biologiyada o bir təsnifat kimi düşünsək, onların bir cəmləndiyi yer. Bir də bu sinif təmizləndi. Sinif təmizləndi. Çiçəklər sinifində bir cəmlik anlayışı və sinif təmizləndidə isə elə bir anlayış yoxdur. Ona görə dediyimiz kimi, cəm şəkilsiz qəbul etmədən cəmlənən isimlər, cəmlik bildirən isimlərə toplu isimlər deyilir. İlxı, sürü, əhali, kütlə, sinif və s. cəmaət və s. Ancaq bəziləri, məsələn, cəm şəkilsiz qəbul edə bilər. Həmişə qəbul edəmir deyə bir şey yoxdur. Məsələn, ilxılar, sürülər deyə bilərik. Amma əhalilər, nə bilim, cəmaətlər, bu sözləri işlətmir. Bunlar cəm şəkilsiz qəbul etmir. Digər bir isim var, digər bir məsələ var ki, məsələn, bu toplu isimlər cəm şəkilsiz qəbul etdikdə, leksik şəkilsiz qəbul etdikdə topluluqdan çıxır. Məsələn, ilxı toplu isimdir. Biz buna ç şəkilçisini artırsaq, məsələn, tutaq ki, ilxıçı. İlxı at sürüsüdür. İlxıçı kimdir? İlxını otaran, ona baxan adama deyilir ilxıçı. Deməli, burada cəmlik yoxdur. Artıq da hər yerdə ilxıçını görürüm, cəmlik götürüm yox. Sadəcə şəkilçi varsa, leksik şəkilçi, artıq ondan yeni söz düzəldi. İlxı at sürüsüdürsə, ilxıçı ata baxan insana, onu otaran adama ilxıçı deyilir. İndi isə keçək əsas məsələyə. İsimin quruluşca növləri. İsim də digər niksələri kimi, əsas niksələri kimi sadə, düzəltmə, mürəkkəb olur. Sadə isimlər bir kökdən və ya kök və qrammatik şəkilçidən ibarət olur. Məsələn, kitab, kitablar. Düzəltmə isimlər isə kök və leksik şəkilçidən. Məsələn, dənizçi. Mürəkkəb isimlər isə iki mütərrif sözün birləşməsindən yaranır. Məsələn, tutaq ki, yarım ada. İndi danışacağıq biz düzəltmə isimlərdən. Düzəltmə isimlər özü düzəltmə isimlər hansılardan düzəldir? Məsələn, adlardan düzələn var, əsas nisələrindən, bir də feillərdən düzələnlər var. İndi baxaq adlardan feil düzəldən şəkilçilərə, isim düzəldən şəkilçilərə. Məsələn, tutaq ki, dənizçi. Burada məsələn, əlaçı, xəbərçi. Sənət peşə məzmununu bildiyi üçün bunlar da məsələn, əlaçı, xəbərçi bizi aldatmasın ki, sifətli yox. Əlaçı, xəbərçi isimdir. Tutaq ki, şəhərli, kəndli və s. Lak, yaylaq, buzlaq, cığaz, quşcığaz, qızcığaz və s. Ça, qazança, lıq, qardaşlıq,
Daş, məsələn, vətəndaş. Vətəndaş. Bunlar adlardan isim düzəldir. Təbii ki, hamısını yazmadı, yerləşən qədər adlardan isim düzəldir. Bunlar isə feillərdən isim düzəldir. Məsələn, döyüş, iş şəkilçisi, döyüş, ıcı, alıcı, satıcı, əkin, qızartı, qıyğı və ya qı, sevgi, duyğu, süpürgə, qın, daşqın, məsələn, qazanc. Bunlar da artıq nədir? Feillərdən isim düzəldir. Həm demək, isimlərdən düzəldən isim şəkilçilərdir, isimlərdən isim düzəldən, həm də bu hissədə isə feillərdən isim düzəldən. Yenə deyirəm, hamısını yazmadıq, vaxt məhdudiyyətinə görə. Mürəkkəb isimlərə keçirik. Mürəkkəb isimlərində bitki və defisə yazılanlar var. Hansılar, məsələn, bitki ilə yazılır? Əsasən bunlar bir vurğu altında deyilir və vurğu ikinci sözün üzərində. Deməm, iki müxtəlif sözün. Məsələn, yarım, ada iki müxtəlif sözün birləşməsindən yaranıbdır. Məsələn, sadə sözün qanuna uyğunluq. Sadə və düzəltmə sözün birləşməsindən yaranmışdır. Qanun sözü sadə, uyğunluq sözünü düzəltmə. Sadə və düzəltmə sözün birləşməsindən yaranmışdır. İkinci tərəf feili sifət, məsələn, toz, soran. Mənsubiyyət şəkilçisi sözün, məsələn, çoban, yastığı. Bir də gəl, ha, gəl. Qaç, ha, qaç. Qaç, ha, qaç və s. Bunlar, demək, bitki yazılanlar hansılardır? İki müxtəlif sözün işlənməsi ilə, sadə və düzəltmə sözün birləşməsi ilə, ikinci tərəf feili sifət olan sözün birləşməsi ilə, mənsubiyyət şəkilçisi sözün birləşməsi ilə, A biçdiricilərin işləşi ilə. Gəl, ha, gəl, qaç, ha, qaç. Hallanmasına. Deməm, isimlərin hansı hallar altı halı var? Adlıq, yerlik, yönlük, təsirlik, yerlik, çıxışdır. Adlıq hal, şəkilçisi yoxdur. Sualı, kim, nə, hara. Yerlik hal, şəkilçisi ön üstüdür. Sualı, kimin, nəyin. Yazılan mürəkkəb isimlərə baxaq, eyni sözün təkrarı ilə. Məsələn, oyun adı var, aşıq, aşıq, top, top, aşıq, aşıq, top, top. Yaxın mənalı sözlərin birləşməsi ilə. Qapı, pəncərə. Əks mənalı sözlərin birləşməsi. Eniş, yoxuş, dərə, təpə. Tərəflərdən biri müstəqil məna ifadə. Məsələn, kağız, kağız.
və s. Demə, defislə yazılan mürəkkəb isimlər necə yaranır? Eyni sözün təkrarı ilə aşıq, top, məsələn, tutaq ki, yaxın mənalı sözlərin birləşməsindən qapı, pəncərə, dost, danış, məsələn, əks mənalı sözlərin eniş, yoxuş, dərə, təpə, tərəflərdən biri müstəqil işlənə bilməyəndə, məsələn, kağız, şoğuz. İndi burada əks mənalarda diqqətli olmaq lazımdır. Eniş, yoxuş və ya dərə, təpə bu isim, ancaq isimdir. Bunu bəzən verə bilər ki, məsələn, yaxşı, pis, pis, yaxşı, pis. Bu artıq isim deyil, bu sifətdir. Yəni, hər defislə belə verilənə dərə, təpə kimi, dərə, təpə nə, dərə, təpə, eniş, yoxuş nə, eniş, yoxuş. Amma yaxşı, pisə, yaxşı nə, pis, yaxşı, pis nə deyə bilmir. Bunun sualı nədir, necə? Demək, bu artıq bu sifətdir. Bunu hər defislə yazılanı, bu formada yazılanı götürüb isim demək olmaz. İndi necə keçək isimlərin hallanmasına. Nəyin, haranın, yönlük, kəşisi A, ikinci və ya yönlük hal, kimə, nəyə, haraya, təsirli hal, kəşisi Ö, bəzanlı, kimi, nəyi, haranın, yerlik, dadə, yönlük halda və çıxışlıq halda nədir? Məsələn, yönlük hal ümumiyyətlə həmişə istiqamət məzmunu bildirməyə bilər. Məsələn, Bakıya, Şəkiyə olarsa, olur istiqamət bildirir. Amma 5-i 3-ə böldüm, 2 manata aldım, 3-ə işləyib və s. kimi isimləşmiş sayılar olanda və s. Digərdə, məsələn, 2 manata aldım. Artıq orada istiqamət bildirmir. İndi nə edək? Yönlük və çıxışlıq halda bir məqam var. Yönlük və çıxışlıq halda məqam nədir? Yönlük halda, məsələn, bəzi sözlər var ki, kökdə dəyişir, çıxışlıq halda isə şəkilçi dəyişir. Məsələn, yönlük yazılışı belədir, baba, ya, tələffüzdə olacaq necə? Babıya. Yəni, kökdə dəyişiklik oldu. Amma çıxışlıq halda belə deyil, əksinədir. Məsələn, oğlandan. Tələffüzü necə olacaq? Oğlandan. Deməli, yönlük halda bəzi sözlərdə babaya, babaya, nənəyə, nəniyə kimi sözlərdə kökdə dəyişiklik olur. Yəni, tələffüz zamanı kökdə dəyişiklik olur. Amma çıxışlıq halda olan sözlərdə şəkilçi artıq da tələffüz zamanı dəyişiklik nədə olur? Şəkilçidə olur. Oğlandan, oğlandan kimi olur. İndi isə isimin məşhur vəziyyətlərindən biri nədir? Təsirlik və yerlik halların həm müəyyən olur, həm də qeyri-müəyyən olur. Təsirli müəyyən və qeyri-müəyyən olur. Müəyyən təsirli yerlik hal nədir? Məsələn, ün şəkilçisi ilə yazıram, tutaq ki, məktəbin həyəti. Şəkilçi var, artıq bilinir ki, konkret bir məktəbin həyəti bilinir. Yəni, məzmunluq var, yerlik məzmunluq, buradan məsələn özünü göstərir. Məktəbin həyəti, konkret məktəbin həyəti. Təsirli halda isə diqqətli olmaq lazımdır. Məsələn, tutaq ki,
Qeyri-müəyyən gəliş halda necədir? Məktəb həyatı. Bu bilinmir artıq. Bu məktəb həyatının birləşməsində artıq bilinmir ki, söhbət hansı məktəbdən gedir. Məktəbin həyatında konkret in şəkilçisi var. Deməli, müəyyən gəliş haldadır. Məktəb həyatında isə in şəkilçisi yoxdur. Demək, qeyri-müəyyən gəliş haldadır. Bərpa eləmək mümkündür? Mümkündür. Bərpa eləmək mümkündürsə, deməli, müəyyən gəliş haldadır. Təhsilli halda da, məsələn, tutaq ki, kitab aldım. Kitabı aldım və ya kitab aldım. Təhsilli halda da baxırıq, diqqətlə, kitabı aldım, burada təhsilli halın şəkilçisini görürük, o şəkilçisini. Deməli, bu müəyyən gəliş haldadır. Kitab aldım, artıq bu şəkilçisi yoxdur. Olur nə? Qeyri-müəyyən təhsilli halda. Əgər verilən nümunədə halın şəkilçisini istəyir qeyri-müəyyən gəliş hal kimi gördüyümüz, istəyir təhsilli hal kimi gördüyümüz, qeyri-müəyyən təhsilli hal kimi gördüyümüz sözlərdə şəkilçilərin bərpa edə bilirsə, demək ki, bu qeyri-müəyyən haldadır. Yəni, bunu adlıq halına qarışdırmaq olmaz. Məsələn, tutaq ki, indi adlıq halına, elə bunu da deyim, adlıq halına qarışdırılmamazdır. Deyilmiş ki, adlıq halında şəkilçisi yoxdur. Qeyri-müəyyən təhsillik halında, qeyri-müəyyən gəliş halında şəkilçisi yoxdur. Biz də bunları qarışdıra bilmərik. Məsələn, kitab sözünü götürək. Kitab. Adlıq halda şəkilçisi yoxdur, qeyri-müəyyən gəliş halda da şəkilçisi yoxdur, təhsilli halda da şəkilçisi yoxdur. İndi diqqət eləmək lazımdır ki, adlıq və təhsillik, qeyri-müəyyən təhsillik və qeyri-müəyyən gəliş halları qarışdırmamaq üçün. Məsələn, bunların üçü də kimlə ara sualına cavab verir və şəkilçisi olur. Sadəcə diqqət eləmək lazım ki, şəkilçisini harada bərpa eləmək olursa, o ya qeyri-müəyyən təhsillikdir, ya qeyri-müəyyən gəlişdir, ancaq adlığı deyil. Məsələn, kitab sözünü götürək. Kitab, stolun, üstə. Burada iş şəkilçisinin kitabı stolun üstündə mənsubiyyət olacaqdır. Amma kitab aldım. Və yaxud da kitab üzü maraqlıdır. Deməli, burada həmin sözün məsələn artsaq, həmin kitab stolun üstə, görürsünüz, burada da ı şəkilçisinin artırmağa ehtiyac yoxdur. Cümlədə uyğun gəlir, həmin kitab stolun üstündə. İndi ikinci cümləyə artırsaq, həmin kitab aldım, olmur. Məcburuq bura nə artıraq? Dənə ı şəkilçisini artıraq. I şəkilçisini artıraq. Deməli, bu nədir? Qeyri-müəyyən təhsillik hal. İndi, məsələn, həmin sözün bura artırsaq, üçüncü cümləyə artırsaq, həmin sözün. Həmin kitab üzü maraqlıdır, olur, olmur. Həmin kitabın üzü maraqlıdır. Deməli, bu da qeyri-müəyyən gəliş haldadır. Hansında ki, həmin sözün bura artırsaq, üçüncü cümləyə artırsaq, həmin sözün. Həmin kitab üzü maraqlıdır, olur, olmur. Həmin kitabın üzü maraqlıdır. Deməli, bu da qeyri-müəyyən gəliş haldadır. Hansında ki, həmin sözün artırırıqsa, əgər ona şəkilçi, kitab sözünü və ya həmən sözə şəkilçi artırmağa ehtiyac yoxdursa, demək o adlıq haldadır. Məsələn, həmin kitab stolun üstündədir. Həmin kitab, bunda da
həmin kitabı demək lazım deyil. Həmin kitab stolun üstündədir. Demək bu hansı haldadır? Adlıq haldır. Amma həmin kitab aldım olmur. Məcburuq ki, kitabın arxasınca da I şəkilçisini artıq qoşaq ona. Olur nə? Həmin kitabı aldım. Deməli, qeyri-müəyyən təsirli haldaymış bu söz. Həmin kitab üzü maraqlıdır, olmur. Həmin kitabın üzü maraqlıdır. Deməli, burada da ün şəkilçisini artıdıq. Nə oldu? Oldu qeyri-müəyyən yerlik hal.